Qarabağa qayıdışdan danışmaq, Ermənistan yeni müharibəyə hazırlaşır deməkdir. Maraqlıdır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyir və özü də Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan sənəddə ermənilərin Qarabağa qayıdışı ilə bağlı hissəni şərh eləyərkən və ölkənin baş nazirinin Ermənistan adından imzalanan sənədlə bağlı təzadlı fikirlərini indi gəlin diqqətlə izləyək. Չենք համապատասխանում Մենք չենք կարող Եվրամիության անդամ Qarabağ məsələsinin davam etdirilməsi yeni müharibə, yeni qurbanlar, əzablar, blokada və onun gözlənilməz nəticələri deməkdir. Kim deyir, Qarabağ məsələsi bağlanmayıb, mahiyyət etibarilə demək istəyir ki, Ermənistan yeni müharibəyə başlamalıdır. Mən Qarabağdan olan bizim insanlara da demişdim ki, onların qayıdışı real deyil. Əgər biz qayıdış gündəmini davam etdirsək, bu o deməkdir ki, yenidən Qarabağ hərəkatına başlayırıq. Mən isə bildirmişdim ki, biz Qarabağ hərəkatını davam etdirməliyik. Qarabağ hərəkatı başa çatıb, onu yenidən diriltmək cəhdləri fayda verməyəcək.